Bəli, bizi dinləyən hər kəs salamlayıram. Qarşıda çıxış edir. Mən Məmməd Oxtar və qismət olsa bugünkü dərs müddətində sizlərlə birlikdə olacaq. Bugünkü mövzumuz isə belə səslənir: aparat təminatının qalan hissəsi. Bugün birinci danışacağıq. Keçən dərs monitorlardan danışdıq. Monitorların növləri var idi. Hansılar idi? LCD monitoru var idi, plazma var idi, maya kristal var idi. Bir də ki, ən köhnə monitorumuz olan elektron şalbor monitorumuz var idi. Buna zırıltı da deyirdilər, eşi bu da deyirdilər. Yəni elektron şalbor monitor. Yaxşı, biz bir monitor alırıqsa, monitor alan zaman nələrə diqqət etməliyiksə, bunlar adlanır monitorun əsas xarakteristikaları. Bəs biz əvvəl nəyin əsas xarakteristikalarını öyrənmişdik? Kompüterin əsas xarakteristikaları. İşləmə sürəti var. Nədir işləmə sürəti? Kompüterin vahid zamanda yerinə yetirə bildiyimiz əməliyyatlar. Sadə əməliyyatlar. Bəs məhsulatı nə idi? Yerinə yetirə bildiyi məsələlərin orta sayı. Bəli. Qiyməti və sair də var idi. İndi danışacağıq monitorun əsas xarakteristikalarını. Monitorun birinci əsas xarakteristikası onun ekran diaqonalının ölçüsüdür. Ekran diaqonalının ölçüsü dedikdə söhbət onun sol yuxarı küncdən sağ aşağı küncə qədər olan diaqonalının uzunluğundan gedir. Bu diaqonal hamımız bilirik ki, santimetrlə rahatlıqla ölçə bilərik. Amma biz alanda monitoru onu bizə santimetrlə satmayacaqlar. Nəylə satırlar? Düyümlə satırlar. Bəs bizim monitorumuzun neçə düyüm olduğunu haradan bilə bilərik? Götürürsən santimetre ölçürsən, bir düyümümüz 2,54 santimetr olduğundan ümumi məsafəni 2,54-ə böldüyün zaman sən alırsan kompüterin neçə düyümdən ibarət olduğunu. Bu birinci əsas xarakteristika. İkinci gəlir pikselinin qiyməti. Pikselinin qiyməti deyəndə ekranda olan piksellərin ölçüsü nəzərdə tutulur. Aydındır ki, piksellərin ölçüsü, yəni ekranda olan nöqtələrin ölçüsü nə qədər kiçikdirsə, o qədər şəkil nə olacaq? Yəni, görüntü necə olacaq? Monitorun görüntüsü. Keyfiyyətli olacaq. Burada piksellərin ölçüsü ilə yanaşı ən vacibsi onların nə idi? Sayıdır. Sayıdır. Buna da deyirlər nə? Seyrəklik qabiliyyəti. Yəni, ekranda olan piksellər seyrəkdir, yoxsa sıx? Seyrək nə deməkdir? Orada, burada. Sıx nə deməkdir? Hər yerdə, daha çox. İndi siz bəzi parametrləri bilirsiniz. Sadəcə YouTube-dan. 1044, sonra 360, 1080 və s. İndi məsələn, bizim hal-hazırda monitorumuz, bizim proyektorumuz və eyni zamanda mənim kompüter monitoru 1080-i 1920-yədir. Ortalama monitordur. Amma yaxşı olar ki, sizin monitor alanda bundan daha yaxşı parametrlərə sahib monitor alır. Bu da ortalama monitordur, pis deyil. İndi uşaqlar, davam edirik. Sonra gəlir təsvirin əks olunma tezliyi, yəni bizim bildiyimiz FPS. FPS ümumiyyətlə bir neçə parametrdən asılıdır. Kadrların əks olunma tezliyi monitordan, videokartdan, prosesordan və RAM-dan. Ola bilər ki, sənin monitorun yaxşıdır, kadrları əks eləmə tezliyi yaxşıdır. Amma əgər sənin prosesorun gücü bu əks etdirmə tezliyini dəstəkləməyəcəksə, sən FPS ala bilməyəcəksən. Başa düşdünüz nə demək istəyir? Əsas məsələ budur. O dediyim kimi FPS bir saniyədəki kadrların sayıdır. Matrixinin tipi gəlir növbəti adında. Matrixinin tipi nə demək? Matrixinin tipi o deməkdir ki, bizim əlimizdəki monitor hansı monitordur? Elektron şuaborludur mu? Maya kristaldır mı? LED-dir mi? Yoxsa başqa birisidir? Müşahidə bucağı gəlir. Müşahidə bucağını mən hər il belə bir nümunə ilə sizə edirəm. Mən bir dənə boşa vərəq verim. Müşahidə bucağını elə izah edirsiniz. Sürətli olan. Hərəmsən. Zəhmət olmasa verir. Yaparsan. Ödəkləri həlak eləmə. Təşəkkür edirəm. Dəftərə qarşı bu qədər şiddət lazım deyil. İndi, bu takı monitorumuzdur. Monitorun baxış bucağı bu deməkdir ki, müşahidə bucağı bu deməkdir ki, sən nə qədər kənardan baxanda monitorun ekranını görə bilirsən. Hal-hazırda 180 dərəcəlik bucaq olacaqdır, düzdürmü? Yan tərəfdən baxanda mən buradakı yazını görə bilərəmmi? Xeyr. Mən biraz bunun baxış bucağını artırsam, təxmin eləsəm 180-ə biraz yuxarı 210 dərəcə, gördünüz qıraqdan baxanda artıq bu hissələr görsənməyə başlayacaq. Fikir versəz, xüsusən yeni nəsil telefonlarda telefonun ekranı yana tərəf sanki dairə olur, o zaman da yandan görüntünü görmək nisbətən yaxşıdır. Bir də əksinə monitorlar var, içəri əyilmiş monitorlar. İçəri əyilmiş monitorda isə əsas xüsusiyyət 3D-nin artmasıdır. Niyə? Çünki belə onda neçə ölçü var? 2 ölçü, en uzun. Amma sən bunu belə eləyəndə bir də dərinlik meydana gəlir, buradan bura qədər olan məsafə. O da görüntülərin daha keyfiyyətli və daha reallığa bənzər olmasına gətirib çıxardır ki, bunu görə bilərsiniz. Və yaxud da biz proyektorumuzla bunu özümüz yarada bilərik. Proyektorun qarşısına, bax, fikir verir uşaqlar. O vərəqi belə əyib qoysam, gördünüz sanki vərəqdəki görüntülər 3D görünməyə başladı. Əgər mən doğrudan da ora dəqiqə, kimsə dərsə qoşuldu deyəsən, onu bir dənə qəbul edək.
Ona kim ola bilən videomu? Mən saxlamam. Kimsə çıxdı girdi deyəsən. Növbəti bizim elementimiz adlanır belə. Açılmanın maksimal tezliyi. Açılmanın maksimal tezliyi o deməkdir ki, mən power düyməsinə basandan neçə millisaniyə sonra ekran artıq açılacaq. Buna deyirlər açılışın maksimal tezliyi. Davam edeyim. Kesin bir şey öyrədim. Slaydı belə dəyişirlər. Bunu görürsən, buna basdıqca dəyişəcək. Və yaxud rahatı var, ruldur. Verin mənə verin. Deyil, səndə niyə dəyişmədik ki? Əsəb yox. Uzun davam edəyəm. Şallah. Saxlamışam. Diqqətiniz burada. Yox, saxlama ehtiyac yox. İndi burada gördüyünüz xarici yaddaşlardır. Birinci xarici yaddaşlardan başlayaq və onlar haqqında ətraflı danışırıq. Biz hər dəfə deyirik ki, xarici yaddaşlar budur, odur və s. və ilə axırda, amma hansı xarici yaddaş, hansı parametrlərə malikdir, hansı gücə malikdir, bunun ətraflı danışmaq lazım. Birinci başlayırıq disket. Buna maqnit disk də deyirlər, çevik maqnit disk də deyirlər, disket də deyirlər, floppy disk də deyirlər və yaxud da FDD da deyirlər. Hamısı eyni şey. FDD, floppy disk və s. Bunun həcmi görə bildiyimiz kimi nə qədərdir? 1,44 cəmi megabaytdır. Yaxşı, bəs indi 1,44 megabayt yaxşı bir həcmdir. Xeyr. İndi normal şəkil çəkə bilən smartfonların çəkdiyi bir şəkil təxminən 8-9 megabaytdırsa, düşünün ki, bu yaddaşı siz bir dənə şəkil yerləşdirə bilməzsiniz. Amma öz dövrünə görə bu yaddaş kifayət qədər böyük yaddaş idi. Çünki orada informasiya miqdarı nə olurdu? Kiçik oldu. Çünki iniş pikselləşmə sayı çox deyildi. Əsər və yox. Nəysə, sonra gəlirik optik maqnit disklərə. Optik maqnit disklə çevik maqnit diskin nə fərqi var? Çevik maqnit disk belə şey olaraq düzbucaqlı şəklində görsənən bir şeydir, karta bənzəyir və kompüterə taxırsınız. Amma optik maqnit disklər belədir. Yəni bildiyimiz disk. Videoya taxdığımız, DVD-yə taxdığımız və ya da kompüterlərin bəzilərini disk daxil eləmək olur. Bax, budur. Bu disklər, bəli, sonsuz yaddaş olur. Xeyr, heç nəyin sonsuz yaddaşı olmur. İndi bunun yaddaşı nə qədərdir? Ondan danışacağıq. Ümumiyyətlə, uşaqlar, optik disklər iki yerə bölünür. CD disklər, DVD disklər. İndi hansı yaxşıdır, hansı pisdir, ondan danışacağıq. Birinci, biz danışmalıyıq CD-R-dən, CD-RW. Bunların nə fərqi var? Gördüyünüz kimi, burada CD-R-i mən həmişə belə deyirəm. Məsələn, bu record table'dır. Mən buna belə deyirəm, read. Yəni, oxuna bilən disk. Bu diskə bir məlumat yazdınsa, oxuyursan sadəcə. Onu silib, yerinə başqa bir məlumat yazmaq mümkün deyil. Bu əslində açılışı başqadır. Amma bunu belə deyirəm. Read and write. Yəni həm oxuna bilən, həm yazıla bilən disk. Yəni məlumatı oxudun, sil və neynə bil? Yeni məlumatı yaz. Amma əvvəlki diskə heç vaxt yeni məlumat yazmağı mümkün deyil. CD-yə yeni məlumat yazmaq olmaz. RAM kimi. Demək olar. Yox, demək olmaz. Oxşarmadır. ROM kimi demək olar. RAM kimi demək olmaz. Və bu CD-DVD disklərindir. Hələ ki, DVD-nin həcmi daha böyük olacaq. Cəmi həcmi 650-700, standart 700 megabayt bunu dim götürür bəzənlərdə. Bu disklər dediyim kimi həcmi azdır. Əvvəl bizim 99-cu ilə aid bir maşınımız var idi. Mitsubishi Pajero uşaqlar. Onun disk yerinə CD disk keçirdi. Biz əvvəl eləyirdik ki, xarici maşın deyək ki, bu CD disk yaxşı. Sonradan öyrəndik ki, sənin bu diskə cəmi 7-8-dən mahnı yazmaq olmuş. Başa düz məsələn. Yəni həcmi nədir? Azdır. 650-700 megabayt o qədər də möhtəşəm həcm deyil, amma disketə nisbətdə yaxşıdır. Kifayət qədər böyük. İndi burada disketin, CD-nin və s. şəkillərini görürsünüz gənclər. Məsələn, bu CD diskdir, DVD diski görürsünüz burada. Burada disketi görürsünüz, o mənim çəkdiyimə bənzəyir, düzbucaqlı formatındadır. Yenə deyirəm, CD disk, DVD disklər, optik disklər deyirlər. Buna necə disk dedilər? Çevik disk dedilər. Amma diqqəti burada. Telefonu uzaqlaşır. DVD disklərin özünün müxtəlif növləri var. Məsələn, DVD video var, DVD audio var, data var, ROM var. Fikir verdinizsə, CD olduğu kimi burada da RV söhbətləri var. Amma bayaqçından fərqli olaraq burada iki cür RV var. Bir var plus RV, bir var minus RV. Bəs yaxşı, bunların nə fərqi var? Bir şey minusu yaxşı olar, plus yaxşı olar. Plus yaxşı olar. Plus RV-nin əsas xüsusiyyəti ondan ibarətdir ki, mən məlumatı yazıram, tamam, silib təzə yaza bilirəm. Amma bundan əsas fərq budur ki, əgər mənfi RV-dirsə, minus RV-dirsə, mən məlumatı silib yaza bilərəm, amma hamısını elədikdən sonra, hamısını format edib sildikdən sonra yeni məlumat yaza bilərəm. Amma plus RV-də belə bir problem yoxdur. Hər hansı bir hissəsini sil, boşalt, boş yer var, yeni məlumatı əlavə elə boş yerə və problem aradan qalsın. Başa düşdük? Sonra uşaqlar, Blu-ray disklər. Blu-ray disklərin həcmi kifayət qədər böyük ola bilər.
DVD nəzmindən birinci danışaq. DVD nəzmi bayaq CD nə qədər idi? 650, 700 MB. İndi isə DVD nəzmi görürsün nə qədər? 4.7 GB-da 17 GB var. Artıq bu kifayət qədər böyük bir nəzmdir. Ona görə əsasən bizim kinolarımız və yaxud da toy kasetlərimiz məsələdə olur. DVD-də olur. Yoxsa xüsusən DVD olur. Deməli 4.7 17 GB oldu. Burada nə nəzmi? DVD nəzmi. Sonra Blu-ray disklər 2 laylı, 3 laylı və s. laylı olmaqla növlərə bölünür və həcmləri 25 GB-dan 200 GB ilə olur. Blu-ray diski bir sansıdır, PlayStation disklərinə oxşuyur. Əslində oyun diskləri daha çoxsa Blu-ray diskləridir. O maviyə çalır disk. Görürsünüz? Ay sağ ol. Onlar Blu-ray disklərdir. Onların həcmi 2 fərqdə böyük ola bilər. Bəzən görürsünüz disk 200-də olur. Görürsünüz 200-də. Bu yanda diskdir, o bir tərəfdə 200. Hər özü bir iş görür. Ona 2 laylı disk də demiyorlar. Aslında 2 lay deyəndə 200 üstü örtüyü nəzərdə tutulur. Buna 2 tərəfli disk demək daha güzel olur. Xülasə olar, oyun diskləri əsasən Blu-ray diskləri olurlar ki, külli miqdarda böyük informasiyaları sürətlə istifadə edə bilsinlər. Çünki bəzi oyunların həcmi 2 fərqdə böyük olur. İndi gəlirik digər əsas yaddaşlara. Burada gördüyünüz yaddaş kompüterin ən vacib yaddaşıdır. Artıq çox böyük illərdir ki, artıq nə bilim 20-30 ilə yaxındır ki, ən çox istifadə olunan yaddaş qrupumuz HDD yaddaşıdır. Hard disk də deyirlər, bunlar birinci sıra deyirlər. Bu hard diskin əsas xüsusiyyəti ondan ibarətdir ki, harddır, yəni nə deyil? Möhkəmdir, sərtdir. Bir şey düşünün, mənim əlimdə bir plastik stəkan olsun, bir də kalsiyum stəkan olsun. Əlimdən buraxır, hansı sərtdir bunun? Plastik. Hansı sərtdir, sərt olaraq? Sərt. Kalsiyum yoxsa şüşə? Şüşə. Şüşə daha sərtdir. Əlimdə tutsanız qırılacaq. Şüşə. Şüşə. Çünki sərtdir. Deməli, bir şey sərtdirsə, qırılandır. Bir şey elastikdirsə, nisbətən qırılması daha çətindir. Ona görə sərt disklər uşaqlar qırılmağa meyillidir. Əgər bir sərt diskiniz varsa, kompüter yerə düşsə, və yaxud da sərt disk əlinizdən kiçik bir formada yerə düşsə, onun içindəki bütün məlumatlar silinəcək və diskiniz xarab olacaq. Çox pis bir haldır. Ona görə diski məzun olub dəyişmək lazım. İndi məsələ odur ki, uşaqlar, ən yaxşı hard diski çıxardırsınız, yerindən daha yaxşı bir disk olan SSD-ni taxırsınız. Niyə SSD-ni taxmaq lazımdır? Çünki hard disk təkcə qırılan deyil, həm də sürəti çox zəifdir. Çünki onun içində fırlanma mexanizmi var. İndi birazdan şəkili yəqin ki, buralarda bir yerdə çıxacaq. O fırlanma mexanizmi bu diskin fırlanma sürətindən asılıdır. Buna da dövr dəqiqə deyil. Amma bu disk əlbəttə ki, sonsuz sürətdə fırlana bilməz. Çünki o zaman nəyə artacaq onu? Cızılma ehtimalı daha böyük artacaq. Ona görə fırlanmayan bir diskə ehtiyac var. SSD-də fırlanma prosesi falan yoxdur. SSD bir sansı prinsipə oxşayır. Flash kart kimidir. Flash kartın içində fırlanan nəsə var. Onda 10 düymədən söndürmək olar SSD. SSD söndürməmək daha yaxşıdır, amma söndürəndə hard diskə də zərər görməyəcəklər. Bu uşaqlar SSD haqqındaydı. SSD həm elastikdir, xarici zərbələrə qarşı davamlıdır, həm də ki, kifayət qədər sürətli bir yaddaş qurğusudur. Ona görə kompüter alanda məhz SSD almağa xüsusi diqqət yetirməlisiniz. İndi burada onları görürsünüz. Məsələn, bu SSD-nin qapığı çıxmış versiyası. Normalda belə deyil, qapaqları var, normal görsənir. Burada siz gördüyünüz flash kartdır. Flash kart xarici yaddaş qurğusudur. Flash kartın həcmi daha ki, terabayt dərəcədə ola bilər. Əlbəttə, onun megabayt dərəcədə az olan versiyaları var. Kifayət qədər dəyişkəndir. Amma flash kart çox sürətli olmur bəzən. Məsələn, əzizin flash kartı var idi uşaqlar. Biz ona təxminən 2 GB bir faylı yükləyənə qədər hardasa bir 5-6 dəqiqə çəkdik. Çünki sürət o qədər yaxşı deyil. Amma SSD yükləmiş olsaydı onu, çox böyük sürətlə. Ümumiyyətlə, flash kart biz ümumiyyətlə sürət ardıcılığını öyrənmişdik. Ən sürətli yaddaş hansıdır? Register, sonra cache, sonra RAM, sonra qətiyyən SSD, hard disk. Hard diskdən sonra isə qalan hamısı gəlir. Burada gördüyünüz analog informasiyanı saxlamaq üçün olan diskimizdir. Buna kaset deyirlər, qısaca. Kaset əslində bizim jargonda deyirlər, yəni bizim dildə deyirlər. Klasik jargonda. Amma normalda bunun adı belə adlanır. Streamer lenti və ya maqnit lenti də deyirlər. Bax, maqnit diski nədir? CD, DVD disk. Sonra nə var idi? Çevik disk. O nə idi? DVD. Yox, FTD var idi, 1.44 MB olan o. Amma mənə desə ki, maqnit lenti o nəymiş? Kaset imiş. Sonra kasetin o birlərindən fərqlisi nədir? Mən kasetdə mahnı, məsələn, birinci mahnı, axırıncı mahnı keçmək üçün neynəməliyəm? 100% o lentərindən fırlamalıyam və yaxud da düyməyə basmalıyam ki, o sürətlə motor onu fırlatsın, elə keçsin. Amma diskdə belədir. Yox, birinci mahnıdan, axırıncı mahnıya siyahdan seçib asandan daxila bilirsiniz. Ona görə buna deyirlər ki, bu ardıcıl müraciətdir. Yəni A mahnısından sən B mahnısına gedirsənsə, əgər arada bir C mahnısı varsa, hökmən o mahnını səhvlə işlədəcəksən. Və yaxud da onun üzərindən, o lentin üzərindən də keçid baş verəcək. Qramofon eşitmişsiniz? Bəli.
Bizim qrammofonlardır. Belə Bəli, cıza oradakı cızırlarla səs çıxardırsın. Davam edirik. Uşaqlar, indi burada gördüyünüz qurğular. Bunlar danışdıq. İndi burada gördüyünüz hissədən danışacağıq. İndi danışaq informasiyanı daxil edən qruplar. Bax, xaric edən qruplarımız hansılardır? Monitordur, printerdir, sonra Speaker. proyektordur, speaker və yaxud da kolonka deyə bilərik. Səs udaldan hamısı eyni şeydir. Xaric edən qurğular bunlar idi. Daxil edənlərsə mikrofon olacaq. Nəyin tərsidir? Kolonkanın tərsi. Sonra kamera nəyin tərsidir? Proyektor və yaxud da monitorun tərsidir. Və s. Bunlar daxil edən qurğular. Bu daxil edən qurğulardan da biri printerin tərsi olan skanerdir. Çünki printer məlumatı belə kağız üzərinə çıxartmaq üçün bu əlimdə gördüyünüz printerdən çıxmış kitabdır. Skanersin tərsinə. Bunu qoyursan, kitabı qoyursan skanerin üzərinə. Skaner bunun nəyini düzəldir uşaqlar? Bir-bir vərəqlərini. PDF-ini düzəldir. Kompüterə daxil edir və PDF istədiyin şəxsə elektron formada göndərə bilirsən. Başa düşdünüz? İstəyəndə də sonra həm PDF-i təzədən printerə göndər, printer çıxarsın. İndi isə əsasən skaner printerləri var. Həm skaner, həm də printer funksiyasını yerinə yetirirlər. Amma biz onlardan danışmayacağıq. Bizim üçün skaner daxil etməli, printer xaric etməli. Skaner printer adlı bir qurğudan biz ümumiyyətlə danışmırıq. Başqa hansı xaric etmə, daxil etmə qurğusu var? İkisini bir yerdə eləyək. Mikrofonun açıq ola bilər, səs kartı ola bilər, video kartı ola bilər ki, bunlar hər iki funksiyanı eyni vaxtda yerinə yetirir. İndi skanerlərin uşaqlar müxtəlif növləri var. Əllə işləyən skaner var. Bir ki, stolsuz skaner var. İndi əllə işləyən skaner slayda dəyişəndə böyük ehtimal buralarda bir yerdə çıxacaq, çıxmasını mən sizə göstərəcəm. Əl çıxdı. Uşaqlar, əllə işlənən skaner, bax burada gördüyünüz skanerdir. Buna barkod skaneri deyirlər. Adi dükanlarda var ya, barkod oxutmaq üçün. Ona əllə işləyən skaner deyirlər. Bir də var stolsuz skaner. Stolsuz skanerlərdə bax bunlardır. Burada görürsünüz. Flatbeddir, sheetfitdir, overheatdir. Bax, flatbed ən ağıllıdır. İstənilən təsviri qoy bunun içinə, qapağını bağla, skan edəcək, kompüterə daxil edəcək. Bax, fikir verin. Burada printer hissəsi var? Yox. Bu sadəcə skan üçün. Və yaxud da o belə skanerlərimizdə var. Şəkili götürür, belə bir prosesdir. Sanki işləyən silindirdir. Arasını dartır və belə skan edir. İndi sual. Mən kitabı bununla skan edə bilərəm. Niyə? Çünki burada nə eləməyəcək? Keçməyəcək. Aradakı nazik zıqırdan o keçməyəcək. Üçüncü overheatdir. Sizə niyə bunun adı overheatdir? Yuxarı. O nə deməkdir? Yüksəkdən. Ona görə yüksəkdən çəkdiyi üçün bunun adı overheatdir. Yəni yuxarıdan hit var, over yuxarı. Yuxarıdan təsir. Nəysə, bir dənə tam hərfi tərcümə eləmədim, amma bizim dildə belə tərcümə edə bilərik informasiya. Sonra uşaqlar, skanerin aktiv imkanları nə deməkdir? Skanerin aktiv imkanları o deməkdir ki, bir düymə düşən nöqtələrin sayı. Yəni ki, mənim skanerimdə telefon kimi sanki kamerası var. O skaner bu PDF-i çəkəndə bir düymə, yəni bir dənə DPI-ya neçə nöqtə düşəcək? Ona deyirlər skanerin aktiv imkanları. Nə ilə ölçülür uşaqlar? DPI ilə. DPI nə deməkdir? Dot per inch. Dot nə deməkdir ingiliscə? Nöqtə. Per inch də bir inchdə, yəni bir düymdə olan nöqtələrin sayı. Deməli, skanerin aktiv imkanları nə ilə ölçülürmüş? DPI ilə. DPI nə deməkmiş? Bir düyündə olan nöqtələrin, yəni piksellərin nöqtə demək. Elə buna yaxşı nöqtə deyərik. Çünki pikselin olan başqa bir məsələdir. Qarışdıracaqsınız. Bir düyündə olan nöqtələrin sayı. Və bir skanerlə mən şəkil daxil eləsəm, o şəkillər ya TIFF formatında kompüterə daxil olacaq, ya da ki, PSX formatında daxil olacaq. Məsələn, siz internetdə şəkil yükləyəndə görəcəksiniz ki, o şəkillərin genişləməsi belədir. JPG, JPEG, PNG daha keyfiyyətli faillardır, bəli. PNG də olur bəzi hallarda, amma o nisbətən keyfiyyətlidir. İndi PSX ilə TIFF də kifayət qədər keyfiyyətli olacaq. Çünki skaner zaten nə üçündür? Şəkillə çəkməyim PDF-ləri. Skanerin üzərinə qoyum, skaner daha keyfiyyətli formada. Onu daxil edəsin. Yaxud da biz nə var skaner işlədilər? Bazı şəkilləri böyüdülər, kimsə rəhmət falan gedəndə Allah uzaq edəsin. Bazı şəkil götürlər, qoyurlar skanerin üzərinə, kompüterə daxil edirlər, ölçüsünü böyüdürlər, sonra təzən printerdən çıxarır. Əlbəttə, müəyyən bir Photoshop işlərini aparandan sonra. Keyfiyyət havalı. Digər necə? Keyfiyyət havalı nisbətən. Keyfiyyəti artırırlar da müəyyən Photoshop proqramlarla və s. ki, o düyünlər falan bir yerə. Bəzi kölgə effektləri var ki, keyfiyyəti şəkil kifayət qədər dəyişirlər. Adi qaleriyaya girin, qaleriyada foto effektlər var. O foto effektlərdən bəziləri görəcəksiniz ki, bulanma şəkilləri müəyyən qədər aydın şəkil gətirir. Şuralar, indi gəlirik digər daxil etmə qurğularına. Məsələn, mikrofon zaten bilirsiniz, mikrofon haqqında uzun-uzaq danışmaq istəmirəm. Qrafik planşet yəni digitizer. Keçən yazıcısı sual vermişdim sizə. Qrafik planşet yəni bax budur. Rəssamlar falan istifadə edirlər. Bir asan xidməti imza çəkmək üçün istifadə edirsiniz. Burada yazdığınız hər şey dəftərdə görsənir.
Monitorun ekranında görünür. Ona görə bu nə etmə qurusu var? Daxil etmə, xaric etmə. Daxil Daxil edir. etmə. Çünki informasiyanı kompüterə məs daxil edir. Sonra uşaqlar, bunun da indi seyrəklik qabiliyyəti var bu qurğuların. O da LPI ilə ölçülür. Amma bununla da planşetlə də eləmək olur da, sayılır bu. Touchpad. Planşet uşaqlar giriş qurusu deyil. Planşet elə kompüterin özüdür. Planşet kompleks bir yaradılış. Kompüterə. Bax bu sadəcə informasiyanı daxil etmək üçün. Bunun başqa funksiyası yoxdur. Planşet isə kompleksdir. Musiqiyə də qulaq asırsan, mahnıda dinləyirsən, səslə yazırsan, hər şey zaten bunun üzərində var. Kompüter üçün bunda mikrofonu var, bunda kamerası var və s. və s. İndi uşaqlar, bu qurğunun keyfiyyəti ölçülür onun seyrəklik qabiliyyəti ilə. Onun seyrəklik qabiliyyəti isə bayaq hansı idi skanerdə? Dot per dot. Dot per inch, yəni DPI. Bunda isə LPI-dir. LPC nə deməkdir? Line per inch. Line nədir ingiliscəsində? Səhv. Xət. Yəni xət per inch, yəni bir düymdə olan xətlərin sayı. Sonra web kameranı görürsünüz. Bu da aydındır ki, yenə daxil etmə qurğusudur. Web kameranı qoyurlar televizor deyirəm. Monitorun üzərində hansı stolüstü kompüterlərdəki kamera yoxdur, öz kamerası. Web kameradan görüntünü daxil edir və sonra Skype'da falan danışa bilirsiniz. TV tüneli bizim nə üçündür? Televiziya siqnallarını daxil edir və mənə imkan verir ki, mən kompüterimdə nə izləyim? Televizor izləyim. Dəyişək və davam edək uşaqlar. Burada gördüyünüz digər daxil etmə qurğulardır. Burada nəyi görürsünüz? MIDI klaviatura. MIDI klaviatura sanki nəyə bənzəyir? Piano. Və yaxud da sintezatora bənzəyir. Uşaqlar, bu beatmakerların falan istifadə etdiyi bir qurğudur ki, kompüterə qoşurlar və bununla müəyyən bitlərin yaradılmasını yerinə yetirirlər. Və bununla hazırlanmış musiqi fayllarının genişlənməsi belə olur. Yəni MIDI ya da MID. İkisindən biri. İmtahana düşmüşdü biri. Ki, hansı fayllar səs faylıdır? Deməli, nöqtədən sonra MIDI yazılıbsa və yaxud da MIDI yazılıbsa, bu da səs fayllarına biridir. Başqa hansı var? MP3 var və s. Opus. Hə. Sonra mouse dediğimiz şey. Mouse dediğimiz şeyi zaten burada görürsünüz. Mouse'un var sol düğmesi, Sağ düğme. var sağ düğmesi, bir de rule var. Scroll. Scroll. Bir de bazı hallarda məndəki kimi DPI düğməsi olur. DPI düğməsi sürəti artıb azaltmaq üçün. İndi şu anlar sol düğmə nə üçündür? Bir faylı bir dənə basırsan, seçir, iki dənə basırsan, açır. Sağ düğmə isə, məsələn bir dənə sağ düğməyə basmırsan. Müəyyən funksiyona deyil. Sağ düğməyə bas, Cəld ay sağ. düyməni. Kontekst menüyü açır və kontekst menüdə müəyyən əmrlər var ki, o əmrləri icra edə bilirsən. Qırıq. İndi uşaqlar, mişqa ilə yanaşı, normal mişqa ilə yanaşı, mişqanın başqa növləri də var. Məsələn, trackball adlı bir mişqamız var. Bu mişqanı mən özünə hərəkət elətdirəmsə, trackball'un özünü yox, onun nəyini? Kürəsini. Üzərindəki kürəni qabağa, dala, yana və bu formada hərəkət elətdirməklə siz ekranda olan mişqanı hərəkət elətdirirsiniz. Burada joypad görürsünüz, burada joystick görürsünüz. Bunlar nasıl fərq ondan ibarətdir ki, put şəklindəsə bu joypaddir, amma roll, belə hərəkət edən bir şeylər və s. Onlar hamısı joystickdir. Bildiniz nə edirəm roll deyəndə? Maşın aparaturası qoşulları oynamaq üçün olur. O avtomat aparaturası və yaxud da boks oynamaq üçün boks əlcəkləri olur, kompüterə qoşmaq. Məsələn, onlar hamısı joystickdir. Amma o inputlar hamısı joypaddir. Əlbəttə bunların fərqi isə düşməyəcək, amma ümumi deməyim yaxşıdır. Burada pen mouse görürsünüz. Pen mouse yenə qrafik planşet kimidir. Ekranda yazı yazmaq üçün istifadə olunan bir şey. Hələ də mən bilmirəm ki, mən burası edildiyi niyə qoyacağım. Həmişə yadımdan çıxır niyə qoyulum onu. Uşaqlar, bunları daxil etmə qurğularımız tutarır və keçirik digər. Çıxar. Gəlir indi xaric etmə qurğularımıza. Xaric etmə qurğularımıza əsasən aiddir. Printer, plotter, demişdik bayaq. Nə? Kolon. Kolonka, sonra başqa? Monitor, proyektor və s. Bunlar hamısı bizim çıxış etmə qurğularımız. Necə bunlar haqqında ətraflanmışıq. Biraz proyektörü planımızı bu yana zəhmət olunca uşaqlar. Atacaq. Uşaqlar, ümumiyyətlə birinci printerdən danışacağıq. Printer çox imtahana düşür və çox vacib bir şeydir. Həm miqdə düşür, həm magistra düşür, həm də bizim imtahanımıza düşə bilər. Printerlər iki qrupa bölünür. Zərbəli printerlər və zərbəsiz printerlər. O printerlərə zərbəli printerlər deyirlər ki, o müəyyən bir təsviri əldə etməyimiz üçün nələrdən istifadə edir? Rəqəm. Yox, zərbələrdən istifadə edir. İynə. İndi zərbələr necə vurur? Ondan danışacağıq. O şey mən İki cürdür zərbəlini vuranlar, literli və matrixli. Literlidə çarxlar var. Siz də peçat görmüsünüz siz. A hərfini peçat vururlar, Evet. A hərfini peçat almır. Eyni məsələdir. Orada peçatlar var. A, B və s. Sən A-ya basanda gəlib A-nı vurur. B-yə basanda B-ni vurur. Bu daktilo görmüsünüz də. Mən daxil. Daktilo kimi. Amma daktilodan fərqli olaraq bunu necə edir? Avtomatik edir. Qoşursan, slaydı göndərdin topçuna, özü avtomatik bir-bir burada kərtləri çap edir.
Sonra zərbəli printerlərdən digər var Matrix. Matrixin içində belə iynələr var. Çoxlu iynələr də var, minlərcə. Həmin iynələrdən hərfləri bir-bir döyür. Məsələn, anlıqla döyə-döyə yaradır. Sonra əlbəttə beyni yaradır. Kağızı değişmir. Hə? Kağızı. Kağızı değişmir yox, minimal zərbələrdir. Əlbəttə orada kağızı təsirlərini görürsən, amma yəni minimal zərbələrlə eləyir ki, değişməsin. Elə proqramlaşdır. Bu iki printerdə həm literdə, həm də ki, matrisi çox sürətlə işləmir qətiyyən. Səs-küyü çoxdur, keçmiş modeldir. İndi demək olar ki, heç kəs bundan istifadə eləmir. Sonra gəlirik zərbəsiz printerlər. Zərbəsiz printerlər müasir dövrdə bizim ən çox istifadə etdiyimiz printerlərdir ki, bizim məktəblərdə, liseylərdə və müəyyən müəssisələrdə biz bunları görə bilərik. Bura aiddir şırnaqlı printerlər, lazerli printerlər və termikli printerlər. Onlar haqqında istəyirəm şəklini göstərərək sizə danışım. Ümidvaram ki, buralarda bir yerdə onun şəkli var. Aha. Sonra bu bayaqdan danışdığım matrixli printerdir. İynələrlə çap edir. Bax, burada fikirsiz sanki çarxlar var. O literli printerdir, çəkic və çarx sözləri var. Çəkic çarxa vurur, çarx gəlir, ekrana dəyir, kağıza dəyir və beləndən çap edir. Şınaqlı printer necə işləyir? Onun içində belə kiçik kapillər borular var. Kapillər isə nə deməkdir? İnsan kapillər damarları var ya, nazik xırda damarlar, qılcal damarlar deyirlər. Həm o qılcal damarlara bənzəyən kapillər borulardan mürəkkəbə püskürdür. Ekranda belə rəngli təsvirlərin yaranması üçün fayda göstərir. Buna əsasən fotolarda istifadə edirlər və yaxud da elə normal məktəblərdə bunu istifadə edirlər. Sadəcə bunun əsas problemi odur ki, bunu nəyə tez tutarır uşaqlar? Mürəkkəbi çox tez tutarır. Sonra lazerli printerləri görürsünüz. Lazerli printerlər istilik köməyi ilə şəkilləri və yaxud da təsvirləri formalaşdırırlar və yaxud da yazıları formalaşdırırlar. Orada bir dənə baraban var, belə silindrik bir barabandır. Həmin barabanın üzərinə gəlir, çox daşımayan barabandır. Kağız sarılır. Sonra barabanın üzərindəki yazı böyük istiliklə nəyə oturulur? Kağız sonra kağıza çıxır. Bu bir neçə millisaniyə apardığı üçün bu printerlər necə su printerlərdir? Çox sürətli printerlər. Ən sürətli printerlər məsələn lazerli printerlər. Burada görürsünüz termikli printer. Bunlarda görürsünüz. Marketdən. Bəli, marketlərdə əsasən çek çıxartmaq üçün bu printerlərdən geniş istifadə edirlər. İndi necə biz monitorun xarakteristikalarını danışdıq, kompüterin xarakteristikalarını danışdıqsa, printerin də xarakteristikaları var, bunlardan danışmaq lazımdır. Mən bir printer alanda nəyə baxmalıyım? Deməli, printerlər necə qrupa bölündür? 2. Nəli? Zərbəsiz. Zərbəli hanslarıydı? Literli bir dənəli. Matrixli, zərbəsizlər, şırnaqlı, lazerli. termikli. Ən sürətlisi? Lazerli. İndi uşaqlar, bu printerlərin əsas xüsusiyyətləri bunlar. Birinci çap keyfiyyəti. Yəni, onun yaratdığı təsvir nə qədər keyfiyyətlidir? O LPI ilə ölçülür. LPI ilə xatırlatmadırsa, bayaq bir dənəsində var idi LPI. Grafik planşetdə var idi, Line per Inch. DPI haradaydı bəs? Bu haradaydı? Bu skanerlərdir. Skaner, bu isə digitalizerlə nə? Printer. LPI bunlardan. Çap sürəti aydındır ki, nə qədər çap sürətli eləyə bilir. Bizim saydığımız bayaq zərbəli printerlər var idi. Matrixli ilə offset. Yox, şırnaqlı qətiyyən zərbəli. Matrixli ilə literli. Bu printerlərin sürəti bir saniyədə çap elədikləri simvollarla ölçülür. Niyə? Çünki simvollar neçə çap edirlər bunlar? Bir çap edirlər. Ona görə onların sürəti bir saniyədə neçə simvol çap edir, ondan ölçülür. Bir də var. Digər printerlər. Yəni şırnaqlı, lazerli, bunların isə sürəti belə ölçülür. Bir dəqiqədə neçə vərəq çap edirlər. Niyə vərəq? Çünki onlar simvol çap eləmir. Vərəqi ümumilikdə birdən-birə çıxartmağa çalışırlar. Şırnaqlı görmüş olarsınız, bir astasını çıxardır. Fotolarda falan var. Gözlüyüz asıl şəkil var, asta-asta çıxır. Şırnaq püskürdür, çıxır. Püskürdür, çıxır. Bəli. Amma lazerlə deyil, lazer avtomatik birbaşa çıxardır. Sonra, bu oldu çap sürəti. İşləmə qabiliyyəti o deməkdir ki, nə qədər müddət mən bunu rahatlıqla işlədə biləcəm. Və uzun müddət işləməyə davamlıdır yoxsa deyil. Məsələn, bizdə liseydə bəzi printerlər var. O qədər müəllimlər onu yükləyirlər ki, avtomatik printerlər deyil. Normal və şırnaqlı printerlər. Artıq bir müddətdən sonra görürsünüz ki, printer işləmir. Çünki işləmə qabiliyyəti nədir? Zəif. Rəng imkanları o deməkdir ki, rəngli printerdir yoxsa deyil. Rəngsiz printer az-qara çıxardırsa, rəngli prenterdə bütün rəngləri görə biləcəksiniz. Təbii ki, onu daxil ediriz, o kraskalar var, onların kombinasiyalarını yaradır. RGB keçmişdir sizlə. Red, green, blue. Onların köməyi ilə rənglər yaradır, elə çıxardır ortaya. Qiyməti, uşaqlar, printer çox pahalı şeydir. Dəhşət. İndi 500 manat da printer var. Məsələn, Şahan müəllimkinin və sair printerləri, öz otaqlarını aldıqları, o qədər bahalı deyil. 500-600 manat maksimum. Elə printer var ki, 10.000, elə printer var 3.000, elə printer var 5.000. Onun əlbəttə ki, bütün bu imkanlarının nə qədər yaxşı olmaqla asılıdır. Sonra, qrafik imkanlarının olmaması o deməkdir ki, bundan şirkət çap eləmək olur, yoxsa eləmək olur. Bax,
Bu da o demək ki, qrafik imkanları var, yoxsa yoxdur. Zoomdan qoşanlar hər şey aydındır. Murad, buralardasan? Ay Murad, sənlə mən valideynlə çox ciddi danışacaqsan. Uşaqlar, neysə, plotterlə danışacaq. Printerlə plotterin əsas fərqi odur ki, ikisi də çox çün. Amma biri balaca kağızlara çap edir. A3-ü. Öz üstə A4-ü çap edir. Necə? Plotter A0. Burada da yazın bəli. Hə. Mən onu nə vaxt qəbul elədim ki, dərs. Yəqin o bayaq adla qoşulmuşdu ya. Hayır, yazın. Hə. İndi uşaqlar, plotter, bax, yenə deyirəm, printer oxşayır, başımı qaldırır bir ağa. Plotterin printerdə əsas fərqi odur ki, printer balaca kağızlara çap edir. Əsasən A4. Amma plotter belə deyil. Plotter daha böyük ölçülü kağızlara çap edə bilir. A0, A1, A2, A3. Qazetləri alsaydı. Qəzetlər təxminən uşaqlar A3 formatında və yaxud da bəzən A2 formatında olurlar. Əsasən bax yenə deyirəm, plotter böyük kağızlar. Məsələn o qəzetlər var, qəzetlər, böyük qəzetlər, sonra qəzet deyəndə mən o aldığımız qəzeti nəzərdə tuturam. O da buraya, o heç. Amma daha çox o divara atdığımız qəzetlər var. Müəyyən bayramlarda və s. atılır. Və onları çap elətdirəndə lazım olur. Sonra reklam afişalar olur, keçidlərdən falan vururlar, çox böyük reklam afişalar. Onlar üçün istifadə olunur, xəritələr üçün istifadə olunur və s. Metroda da görürlərsiniz ki, reklamlar vururlar. Bunlar hamısı məhz plotterdən çıxardılmış əsasin obyektlər olur və bununla da bugünkü dərs uşaqlar yekunlaşır. Bizim yarışımız başlayır. İndi yarışa başladı.